خب بسم الله الرحمن الرحیم. مهربان و بخشنده Allah və yadıyla məsnavi cələsələrimizi başlarıq. Mən yeni ili öz növbəmdə təbrik deməliyəm. Bu hadisə ki, bizim öz həmvətənlərimizi seldə yürüdü və neçə əziz həmşəhrilərimizi, həmkətlilərimizi əlimizdən aldı. Öz növbəmdə əziz yoldaşlarıma, qonşulara təsliyyət ərz edirəm. Şəhriyar deyir ki, bayram, selamun aleyküm, bayram yeli çardaqları yıxanda, Novruz gülü qar çiçəyi çıxanda, ağ bulutlar külə qıymətləri çıxanda, bizdən də bir yad eləyin, sağ olsun, dərdlərimiz qoy dikəlsin, dağ olsun. Bu bulutlar öyle köynəklərini sıxdılar ki, bizim öz həmvətənlərimizin çoxunu bu hadisədə mütəəssifanə şayət balıq ibər 40 nəfər əldən verdik ki, özümüzü onların dərdlərində şərik bilirik. Benyamin'in şeirini bir də axırda biz inşallah eşidəcəyik də, Yaxçı Ləhni ki, bu selzədələrə deyibdir. Mən bir dənə də icazə buyursaz bir münasibət var idi, bu əyyamda ki, geçdi. O münasibət də Həzrət Əlinin viladəti və doğum günüdür. Onu da mən öz növbəmdə əziz danışıqlara mən təbrik deyirəm. Bu fürsətdən mən istifadə edirəm ki, bir dənə bu moriddə yaxşı bir kitab vardı, onu sizə müərrif edəyəm, özümlə gətirmişəm. Hətmən də siz bunu eşidibsiniz, bu kitab İmam Əli Sədai Ədalət İnsani George Jordaqdandır. Bu George Jordaq bir dənə Məsihi bir yazıcı olubdur. Demək olar, Həzrət Əlinin barəsində bu selamun aleyküm, bu kitabı yazıbdır. Və bu kitabla demək olar ki, George Jordaq Həzrət Əlini Məsihiyyət dünyasına müərrif eləyir. Bu neçə cildidə çıxıb bu kitab. Muntaha Seyyid Hadi Xosrowşahi bu kitabı tərcümə eləyibdir. Bir cildidə verib eşiyə. Ki, təqribən bu kitabda o haqqı mətləb ki, olacaqdır, onu əda eləyibdir. Bu kitab çıxanda böyük alimlər Seyyid Mühsün Həkim, Ayətullah Burucerdi, Üstad Muhammed Təqiyə Cəfəri, Mixail Nuəymən, bunlar Misridə Ehsan Tovfiq, bunlar hamısı o şəxsiyyətlərdən olublar ki, bu kitabı görən kimin George Jordağa namə yazıblar və bu işinə görə bundan təqdir və təşəkkür eləyiblər. Mən icazə istəyirəm ki, bu kitabdan bir qıssa yerləri ki, mən seçmişəm, onları sizə oxuyam, sonra gələk Məsnəvinin səmtinə. Deyir ki, George Jordaq deyir ki, əgər qərb dünyası Əli kimin bir şəxsiyyəti olsaydı, heç vaxt sakit oturmayacaqdı. Günbəcün müxtəlif həmayişlərdə, konferanslarda bu şəxsiyyəti müərrif eləyib və tanıtdıracaqdılar ki, heyf ki, bizlər eləyənməmişik. Mən sizə deyirəm ki, Əli bir insandır ki, mafuq-i bəşərdir. Bu George Jordağın sözü olubdur.
Bu kitab neçə bəxşidən təşkil tapıbdır. Biri möcüzələr ölkəsi, bəd, böyük əxlaq, elm babətində, azadlıq yolunda, hökmdarların vəzifələri, demək olar, imamın bəlağəti, danışıqda və onun gözəl sözləri. Bu gözəl sözləri aparıb kitabın axırın bəxşində orada gətiribdir ki, mən icazə istəyirəm ki, neçə dənə cümlələrindən sizə oxuyam. Bir bəxşidə bu namələrdə Cordaq o bəşərin bir haqqı təbiisi ki olar, ona işarə edib. Çox çalışıbdır ki, Həzrət Əlini bu ünvanı bir fərdi ki, həm insanın təklifinə düşünür, həm insanın haqqına düşünür, onu öcür müərrif eləsin. Deyir, Seffin döyüşündə bu öz sərbazlarına belə dedi ki, siz heç vaxt cəng eləməyin. Qoyun onlar hər zaman başladılar cəngə, siz cəngə başlayasınız. O adam da ki, cəngidən qaçır, heç vaxt onu təqib eləməyin. O adam ki, cəngidə yaralanıbdır, heç vaxt onu narahat eləməyin. Çalışın ki, ona yardım yetirəsiniz və xanımları da heç vaxt əziyyət eləməyin. Bu, Həzrətin tövsiyələrindən olubdur. Nameyi ki, bir dənə fərmandarlara yazır Əhvazda, bunu Cordaq gətiribdir ki, Həzrət belə yazır ki, deyir ki, mən and içirəm ki, mənə xəbər yetişibdir ki, müsəlmanların Beytülmalında ya malında bir azara xıyanəti görsənibdir. Mən əgər eşidən biləm ki, bu düz olubdur, sənin barəndə çox çətin tutacam və burada rəhmi olmayacaqdır. Bəd Muhammed ibn Əbi Bəkrə o zaman ki, Misrə gedirdi, orada yazır ki, sən gedəcəksən Misrə, görürsən ki, Misridə o adamlar vardılar ki, bunlar əhl-i zimmədirlər, yəni müsəlman deyirlər, dər zimməyə müsəlmanan gəliblər, onlar yaşayırlar orada. Sən onlarla ədalətlə rəftar eləcinən və heç vaxt ədalətdən eşiyə çıxmacın. Bu cür müxtəlif namələri gətirir. Səhl ibn Hunayf. Bəd xutbələrin özündə, məsələn, nə cür sülhüdən danışır, nə cür zülmə qarşı gedir, nə cür istəyir ki, Həzrət ədaləti Beytülmalda riayət eləsin. Bir bunları burada gətirib. Ərz edeyim ki, mən bir bəxşidə burada izafə eləməliyəm ki, xub, Həzrət bir dənə böyük şəxsiyyət olub da, biz həmişə iftixar eləmişik və müftəxər olmuşuq buna ki, bunun peyrovlarından olmuşuq. Bir dənə o şair ərəb vardı, deyir ki, Həzrət niyə böyükdür, deyib, bir dəllə budur ki, bunun içərisində, bunun şəxsiyyətində zid sifətlər bahəm cəm olublar. Məsələn, ədalətlə kəramət şayət bir yerdə olmasın, vəli Həzrətin deyil, şəxsiyyətində bunların ikisi də cəm olubdur. Bir dənə şəxsiyyəti tanımağa biz onun müridlərinə də baxsaq, onun məczublarına da baxsaq, görərik ki, bunun müridləri ya onun məczub olanları ki, bunun şəxsiyyətində cəzb olublar, bunlar nə cür baxıblar o şəxsiyyətə? Bir dənə İbn-i Səkkit adında bir
alimi var idi ki, dövrən Mütəvəkkil Əbbasidə bir dənə alim idi. Bunu Mütəvəkkil uşaqlarına müəllim tutur. Deyir ki, gəlcinən mənim uşaqlarıma dərs deyəndən sonra deyir ki, xop sən mənim uşaqlarımın imtahanından sən bu nə cürdür, rizayətin var? Deyir, bəli, çox yaxşıdır filan. Deyir ki, xop indiki vücudur, sən mənə deyə bilərsən ki, mənim bu 2 dənə uşağım yaxşıdır sənin nəzərində, ya Həsənlə Hüseyn ki, Həzrət Əliyin uşaqlar olur. Bu İbn Səkkit deyir ki, mən and içirəm ki, Həzrət Əlinin nökəri Qəmbər sən bir məratib uşaqlarından yaxşıdır deyib. Bu sözü deyən kimi dəstur verir ki, İbn Səkkidin dərvaqa dilini kəssinlər. Bəzi cümlələr Nəhc-i Bəlağədə çox təəmmüllü cümlələrdir da. İnsan onların içində fikr eləyir. Məsələn, o Cəməl döyüşündə bir kişi gəlir bunun yapışır yaxasından ki, deyir ki, axı mən bilmədim burada Təlhə və Zübeyir neçə il bunlar İslam'a vəfadarlıqlarını göstəriblər. Peyğəmbər bunların barəsində nə deyib? İndi bunlar sənin qabağında durublar, sənə qılış çəkirlər. Sən bizə deyirək ki, hə, bunlar haqqıdırlar, ya sən haqqısan, bunu sən deməlisən. Deyib, Həzrət dedi ki, dayanın burada döyüşdən çox mühim budur ki, mən bunun sualına görə cavab verim. İnnəkə ləməlbusun ələyk. Burada bir şübhə sənə yaranıbdır. İnnəl haqqə vəl batil la yərifan və əqdarı rical. Bunu bilginən ki, haqqla batili insanların ölçüsü ilə sən ölçənməzsən. Ərifil haqq, tərif əhlə. Sən əvvəl gərək haqqı tanıyasan, biləsən ki, haqq nədir. Ondan sonra əhli haqqı tanımalısan. Ya ərifil batil, tərif əhlə. Batili əvvəl tanımalısan, sonradan gəlib əhli batili tanımalısan. Sən əvvəl gedirsən əhlin üstünə, əvvəl gedirsən adamların üstünə. Dər surəti ki, haqq özü bundan vəznəsi ağır tərdir. Bunu Taha Hüseyn o Əli və Bənuh kitabında, Əli və Fərzəndan ki, çap olubdur. Orada gətirib deyir ki, mən bundan gözəl bir cümlə görməmişəm ki, özür cavab verir. Özür bilirsiniz də, Taha Hüseyn bir dənə qəvi bir ədib olubdur ərəb ədəbiyyatında. Bizim ərəb ədəbiyyatımızda da bir şəxsi var benamı Cahiz ki, bunun kitablarını oxuyarlar. Əl-Bəyan-u Təbyin. Bir teydatları ki, istəyə qələmləri yaxçı ola ərəb ədəbiyyatında, yaxçı yazalar və yaxçı danışalar, Cahizin kitablarını oxuyarlar. Cahiz özü deyir ki, mən bərən ki, yazıcı olam, neçə dənə xutbə mən gəldim, Nəhc-i Bəlağədən hifz elədim, ta yavaş-yavaş bu hikmət mənim dilimdə cari olundu və eləyə bildim ki, yaxçı yazam. Ərəbdə bir dənə böyük suxənvər vardı, benamı Səsət ibn Sovhan. Məsələn, deyərlər, əfsəhə min Sovhan, yəni Sovhandan şəxs adıdır da, fəsixtər və bəliğtər. Deyirlər ki, Həzrətin bəlağətinə bu həman bəs Cahiz o kitabında gətirir ki, deyir, Həzrət oturardı, bəd Səsət ibn Sovhandan istəyərdi, deyərdi, sən danış, mən sənin danışığına baxım burada. Bəd elə ki, Həzrət xilafətə yetişən kimi bu şəxs gəlir, Həzrətə deyir ki, zəyyəntəl xilafə və mazanətkə. Sən edin ki, xilafətə zinət verdin, xilafət sənə zinət vermədi. Rəfətəhə və ma rəfətkə. Sən ona rəfət verdin, o sənə rəfət vermədi. Xub, bizim çoxlar var da, bizim camiəmizdə görürsünüz ki, ta postu var və seməti var, hamı onun qabağında əyilir, ehtiram edir. Vəli postu və seməti olmayandan sonra heç kəs onu heç adam yerinə qoymur. Bunu nə mənədir? Burada o Həzrət Əlinin barəsində deyir ki, baba, sən xilafətə sən zinət verdin, sən buna rəfət verdin, sən bunu ucatdın və hiyə eləykə əhvəcə minkə eləyhə. Xilafətin sənə ehtiyacı çoxtərdir ta sənin xilafəti və. Hətta o Həzrəti dəfn eləyəndə o şəxsi ki, məruf xutbəni irad eləyir və
Əllamə Məclisi də 9-cu cildidə Biharda gətirir o Əmirəl-Möminin şəhadət barəsində. Bu şəxsi də çıxır. Xutbə-i mərufu orada irad eləyir Sə'sət ibn Sovhan. Gənə bu cür gəlibdir. Bunları ki, mən seçmişəm. Həm bu kitabdan, həm Şərh İbn Əbilhədiddən seçmişəm. Burada sizə təqdim edirəm. Bir nəfər Həzrətin yanında durur, söhbətə və danışığa. Danışan kimin? Görür ki, dili dolaşır bir-birinə, yaxşı danışanmadı. Həzrət buna deyir ki, illəti bu ki, sən danışanmırsan, bir xatiri budur ki, sənin zehnin coşmur. Sənin zehnin gəh coşa. Zehnin coşan kimin dili və gəh həmlə gətirin. Sən gedib zehni üstündə işləməlisən ki, sənin zehnin coşsun. İnna lə'umera'il kəlam. Biz sözün əmrləriyik. Biz sözlərə fərman veririk. Fina tənəşşəbət uruqu və əleyna təhəddələh qusunu. Biz xanvadədə bu sözün kökü gövəribdir və bunun şaxələri bizim xanvadədə aslanıbdır. Təhəddələt yəni aslanıbdır. Xoş, bu o tavsifdir ki, Həzrət özündən gətirir. Hətta Nəhcü Bəlağədə bir yer vardır ki, gəlirlər bundan soruşurlar ki, sənin ki, bu cür xətibsən, bu cür fəsihsən, bu cür bir cüməlatı gətirirsən, olar ki, sən bizə deyəsən ki, ərəb şairlərin içində əşər şairlər kimdir, o ki, şeiriyyəti lap yuxarıdır. Həzrət deyir ki, İnnəl qavm ləm yəcrav fi həlbətin. Deyir ki, bəli, bu şairlər axı bir meydanda qədəm götürməyiblər ki, bir sahədə getməyiblər qabağa. Tu'raful qayə ində qəsəbətəha. Ki, biz bunları müsabiqədə hədəflərini bilək. Fə inkânə və labud. Əgər qərar ola siz məni zora qoyasınız ki, mən hətmən birini sizə seçəm deyəm ki, kim əşər-i şüərayı ərəbdir? Fəl-Məliküz Zellil. Bu, İmrul Qeysidir. Məliküz Zellil şair ərəbdir. İmrul Qeysin bunun ləqəblərindəndir ki, Həzrət gətirdikdə qəvi şairi dövrəyi cahilidir ki, vaqəən tac-ı təxtin də ötürür, fövqüladə xiyaldan da neynir, istifadə edir. Bunlar bir para nüştələrdirlər ki, mən burada sizə deməliydim. Həzrətin barəsində icazə istəyəcəm ki, gedək Məsnəviyə sarı. Beyti neçə? Buyurun. Bəli. Hər dü surət گر به هم ماند رواست. Sizin cüzbəzdə 16-cı səhifə olur. Bəli. Tapdınız da. İcazə verin. Mən də gətirim. Bəli, 275-ci beyt idi, birinci dəftərdən. Xatirinizdə olmuş olsa, Mevlana bu Tuti o bəqqalın nağılını ki gətirirdi. Burada gəldi qiyası nəqd eləmək üçün. Dedi ki, siz eyni Tuti kimin şərəh müqayisə eləməyəsiniz. Adamla adamın fərqi vardı. Necə ki, ahu ilə ahunun fərqi vardı. Qabaqlarda deyirdi də, hər döqun zəmbur xoردند از محل لیک زان شد نیش و زان دیگر əsəl. Arı necə bir-birləri ilə fərqi vardı, ahunun necə bir-birləri ilə fərqi vardı, adamla da adamın fərqi vardı. Siz gərək neyniyəsiniz, bu fərqi düşünəsiniz, biləsiniz. Yavaş-yavaş istəyir Mevlana bu fərqlərdən, bu misallardan bizi çəhsin aparsın məsaili kəlami və əqidətiyə. İstir
iman barəsində, istir mümin barəsində, istir münafiq barəsində, nifaq barəsində bizlə danışsın. هر دو صورت گر به هم ماند رواست آب تلخ و آب şirin را صفاست. Deyir ki, düzdür zahirdə, surət yəni zahirdə. Düzdür onların zahirləri bir-birinə bənzəyir. Amma bunların işgalı yoxdur. Zahirlər mənzur hansıları deyildi? Keçmiş beytlərdə baxsaz, nə mənədir? Torpağı misal çəkdi, ahunu misal çəkir, bunlar arını misal çəkir. Bunlar düzdür zahirdə birdilər. Hər du surət gər به هم ماند رواست آب تلخ و آب şirin را صفاست. Acı su, şirin su ola bilər ki, zahirdə çox saf olsunlar, zolal olsunlar. Zahiri safdır, zahiri zolaldır. Bəli, biri şirindir, biri acıdır. Su şirinsə ya acı, safdır, duru. Oxşayırlar bir-birinə, yaşla quru. Yaşla quru bir-birinə oxşuyur. Amma cöz ki sahib zوق کش ناسد بیاب او شناسد آب خوش از شور آب. سحر را با معجزه کرده قیاس هر دو را بر مکر پندارد اساس. خب indi burada gəlir bir dənə nöqtəyə epistemolojikistlik tərh eləsin. Deyir, axı bunun yolu nədir siz bu tanımağa əl vurmalısınız? Bu fərqi siz hardan bilməlisiniz? Mevlana deyir ki, bu fərqi fəqət o şəxsi bilə bilər ki, sahibi zövq olsun. Bir dənə zövqü olsun. Məsələn, zövqü mən çalışmışam ki, türküdə tərcümə eləyəm. Əvvəl qoyun farsısını bir danışaq, sonra gələk türküsünə, sizdən də köməklik alaq. Demək, zövq odur ki, biz eləyə bilir qəzaların təmini ələ gətirək də ki, şirindir, acıdır, tuşdur. Məsələn, bunları biz ələ gətirmək üçün bir hissi در واقع bizdə olur ki, biz eləyə bilirik deyək, bu qəza acıdır, bu tuşdur, bu şirindir. Hətta Quranda da məsələn bu kəlmə işlənilibdir. Zövq ennəkə entəl əzizul kərim ki, Duxan surəsində gəlibdir. Ya Hafızın şerlərində de zəmivəhay behişti çə zövq dəryabət. Dalısı nədir? Zəmivəhay behişti çə zövq dəryabət. Hər an ki sib zənəxdan şahidi nəgəzid. O bəhsəngiz şerlərdəndir də, Hafızın şerlərindəndir. Diyor adam ki bu aləmdə ləzzəti görməsə, xub orada da bu ləzzəti buna verməyəcəklər. Bu mən kana fi hazihi a'ma fehuve fil axirəti a'ma. Burada Hafız bunu təfsir edir. Xub dadmaq, zövq. Ay İskəndərzadə, bir şey dadasan məsələn. Məzəsinə baxasan. O در واقع به نوعی zövqdur da bizdə. Qədim yumurta döyüşərdilər. Şayad sizin yadınıza gəlməyə, bilmirəm, gələr ya gəlməz. Bəziləri olardı, çox herfəyə olardı. Məsələn, yumurtanı dişinə vurardı. Buna deyədilər dadmaq, yumurtanı dadırdı. Bu dadan kimin bilərdi ki, hansı bəhdir, hansı boşdur, nə cür döyüşəcəkdir filan, dəyişəcəkdir döyüşməyində filan. Bu bir növ zövqdur der vaxt. Bunu istəyəsən sən gətirəsən elm üzərinə, şayad burada bir şeylər sənin əli tutmayacaq. Mevlana deyir ki, sahib zövq eləyə bilər bunu tanısın. Cöz ki sahib zövq کی شناسد بیاب یا کش ناسد بیاب او شناسد آب خوش از شور آب. سحر را با معجزه کرده قیاس هر دو را بر مکر پندارد əsas. O adam ki zövq olmasa, o adam gələr sehrlə mucizəni qatar da. Gələr bundan müqayisə edir, nəhayətdə hökm verər ki, bəli, bundan ilə ikisi də iki hoqqabazlıqdır. Elə sehr də hoqqabazlıqdır, mucizə də hoqqabazlıqdır. Mevlana istəyir burada desin ki, bəli, insanı kamil insanla naqis insanın fərqi vardır burada. İnsanların fərqi vardır. Bir dənə sahibi zövq insan burada gərək gələn eyniyə bunu təşxis verir.
Bizim irfani kitablarımızda da zövqü təbir ediblər bir dənə nura. Deyirlər ki, salikun zaiq o şəxsidir ki, bunun içərisində bir nuru olur ki, eləyə bilir haqq ilə batılı tanısın. Cəhl ilə zövq əhlinə qazmaz quyu, anlayar o. Şor sudan şirin suyu, möcüzü sehr ilə bərabər görsədir, bilməz o olsun nədir, möcüz nədir. Xub, olsun həman sehridir da, möcüz də ki, həman möcüzədir. O ki, zövqü olmasa, xub, bunu tanımayacaqdır. Bizim İslami mutunda o ki, o işlər ki, əqlidən eşiyə çıxır, ya biz onu təəccüblü işlər tanıyırıq. Dostlar, bunları 3 yerə bölürlər. Siz hətmən bunu eşidibsiniz. Biri möcüzədir, biri kəramətdir, biri də istidracdır da. İstidracı eşidibsiniz də, ki nədir? Ha? Möcüzə odur ki, peyğəmbərlər üçündür ki, bir xariqül-addə işi nişan verirlər. Ta bir teydad münkir insanlar ki, gəlir deyir, sən özündən bir möcüzəyə nişan vercinin, onlar iman gətsinlər. Mevlana deyir ki, bəli, o ki dostudur, o ki iman gətirir, bəsə möcüzəyə ehtiyacı yoxdur. Hətta Peyğəmbərin zamanında o Həzrət Əli, Səlman, Əbu Zər, bunlar heç biri Peyğəmbərdən möcüzə istəmirdilər. Əbu Cəhl idi, Əbu Sufyan idi, bunlarla gəldilər, deyirlər ki, sən möcüzəyə bizə nişan verirsən. Ona görə Mevlana gətirib ki, mucizat az bəhr qəhr düşmən است, buy cinsiyyət soy dil burdan است. Pəs möcüzələrin hədəfi fəqət düşməndən ötürüdür. Onları ki, bir mucizə tutmuşdular. Mucib iman nə başəd mucizat. Əsən deyir, o ki, möcüzədən eşiyə çıxır, o iman heç dəyərli iman olmayacaqdır. Buy cinsiyyət konət cəzb sifat. Lik an Siddiq Haq muciz nəxast. Siddiq Haq burada Əbu Bəşridir. Deyir, xub, Əbu Bəşr cəhb Peyğəmbərdən heç möcüzə istəmədi ki. Goft in رو خود نگوید جز کرا. Əsən Peyğəmbər dedi ki, Peyğəmbər yalan danışmaz. Bu hər nə deyir, düzdür. Möcüzə lazımdır. Biz iman gətiririk. در دل هر امتی که از حق مزه است روی آواز پیامبر معجزه است. Bir şey ki bunun zaiqəsi və zövqü bir səmtə haqqıdır. Böyle hər yana üz döndərsə Peyğəmbərin səsini və avazını neynəyəcəkdir? Eşidəcəkdir. Pəs mucizə Peyğəmbərlər üçün, kəramət də ki, ovliyalar üçün, Allahın xası bir bəndələri ki, kəramətlər nişan veriblər. Siz Təzkirətül Ovliyay Əttar Neşaburiyə baxsaz, oxsaz, orada görürsünüz da, mesela Həllacın barəsində nə yazılıb, İbrahim Ədhəm, Şebli, Rabeyi Ədəviyyə, bir para kəramətlər bunların barəsində yazılıbdır ki, yol, onlar da biz kəramət tanır. Amma istidrac. İstidrac bir şeylərdirlər ki, həmin o dərəcədən tutulur. Onlar ibarətdir bu ki, bəşər bir para işlərə əl vurur ki, biz bunu istidrac bilirik. Nə mucizədir, nə kəramətdir, vəli məmuli bəşər bu işlərə əl vurur. Ki, bunlar xariq adətdirlər. Adətən bu işlər olmazlar. Vəli xub, bu işlər ittifaq düşür da. Ona görə bu istidracı neçə dənə fənnə bölürlər. Bir dənəsi kimyadır ki, mən siz eşidibsiniz. Qədim zaman bir dənə elm idi ki, gedirlər dalısıca ki, misi təbdil eləsinlər qızıla. Bu olurdu kimya. Bu cözü ənva və əsnaf istidrac olur. Kimya. Bir dənəsi limiyadır. Limiya ya həman telesm ya tellesm در واقع bir para işlər görürdülər ki, niruhay göydəki olan niruları neynidilər? Bunlar fəal eləyidilər və xariqüladə işlər görürdülər. Məsələn, eləyə bilirdilər ki, bir dəqiqə məsələn, yağış yağır,
Xop, yağışı yağdırmasın, fərzən. Bir para nirularla təsxir eləydi, o təbiətin ənasirində neyniydi? Nüfuz eləydi. Bu olurdu telesmiya, limiya. Üçüncüsü himiyadır, ya ispel. Bu da cüz ənva-i istidrac olur. Bu da təsxir cinn və əcinnə və onlar şəsən bu işlədilər, vardılar. Qədim zamanlarda filmləri də ki var. Görürsünüz ki, məsələn, deyir filanın bədəninə əslən cin giribdir. Biz bu cini çıxartmalıyıq. Və bundan hamısı təht ünvan ulum-i qəribə tanınır. Tövsiyə olunmuyor ki, məsələn, bu elmlərin dalısıza getsin. Nəinki bunlar yoxdular. Himiya. Pəs həman təsxir cin ya xəbisə ərvahları təsxir eləmək. Mورد بعدisi simiyadır. Simiya ibarətdir o işləri ki, mortazlar görürlər. Mortazlar ki, siz baxsınız, gözü ilə bir dənə qətarı saxlayıbdır. Ya bir dənə əlində görsən 2 ildir bir dənə buğdanı saxlayıb, məsələn, gövərdir. İşləri görür ki, bunlar təht ünvanı simiya tanınır. Hətta onlar ki, hurufun əsrarına girirlər. Hərflərdə bir para sırrar tapırlar. Bunlar da təht ünvanı istidracın bir bəxşləri tanınır. Bu hərflərə görə dedim, ismi əzəmi tapmaq da istidracdandır ya bu simiyadandır ya o... Bəli, ondan. Allahın vergisidir. Bəli, ondandır da. Bəli, odur. Müntə ondan bir cənbə-i ilahi və tevhidi tapır, bir cənbə-i qeyri-ilahi və tevhidi tapır. O ismi ki siz buyurursunuzsa. Bəzi, məsələn, əşxasın zindikisində var ki, məsələn, deyil, bunların ismi əzəmi var imiş, məsələn, xariqatə tiyyəlmişdə bir işlər görürlər. Məsələn, Şeyh Rəcəb Əl-Kəyyad deyib, bir nəfər tanıymış ki, bu ismi əzəm varmış, deyib, mən bu ismi əzəmi neyim, deyib, məsələn, bunun istifadədə çörək verir neçə nəfərə. Deyib, o neçə nəfərə verilmiş ki, çörək verir, məsələn, Bəli. Qudrətdir. İsmi əzəm bir dənə qudrətdir. İsmi əzəmin boyundakı yoldaşımız şairlərdə İmam-ı bir dənə hədisimiz vardır ki, buyurur ki, İsmi əzəm bir Bismillahirrahmanirrahim nəzdiklər az sefidi çeşb siyahi am است. Çox bahəm birliyi edirlər. Bəli, məsələn, hədislərdə də vardır ki, İsmi əzəm Bismillahirrahmanirrahim içində tozı olunubdur. Yəni, hər kim ismi əzəmə əl tapsa, ismi əzəm etdirsə, xas ittifak düşməz. Onun ilə əhli zovq adam gəlib o ismi əzəmdə deyirəm. Yoxsa, məsələn, mənim növi gəlibdir ismi əzəm, məsələn, filan kəsdirsə, əhli zovq adam, əhli sahib, kəmal adam keşf edir, deməz. Və məsələn, bir dəsə, məsələn, mənə desə ismi əzəm budur, mən ismi əzəmi adıma gəlsin, heç ittifak düşməz. Çünki o nəfəs şiqaqı, o nəfəsdə söz vardır. Bəli, dəqiqən. Elə burada bizim varımızdır da, Mevlana'nın əbiyyatında gəlir ki, ismi əzəm eyni əsa kimindir, eyni bir kəlik kimindir. Kimin əlində əməl eləyəcək? Musa'nın əlində, ya onun sahirlərinin əlində, ya Fir'onun əlində. Kimin əlinə düşməsi mühümdür. İsa'nın nəfəsində olsa, bəli, ölünü diridəsə. Bəli, özcəni olsa, bəli, özcədə olsa, mümkün də olar. Məsələn, elə Məsnəvidə bir nağılı var ki, bir oğlan gəlir, İsa'ya yalvar ki, sən burada bu sürsümüyü diritçinə, deyib, baba, əl çək bu işi, mən görməyim. Deyib, baba, sən gəlib bunu diridəsən filan. Yalvar, o qəd yalvar ki, orada o sürsümük ki varmış qəbristanda, ona diridir. Diridən kimin demək, adam dəymiş, bu bir dənə şirmiş. Şir durur ayağa, əvvəlin adam elə o cavan oğlan ki, israr eləydi, onu başlıyor orada yeyir. Mən dedim də, dedim, sən məndən istəməcində. Xob, axirin moridi ki, istidracda vardı, elmi rimiyadır. Rimiya ya həman şöbədə ki, şəvəzə ərəbdə işlənir. Bu da bir dənə elmidir ki, در واقع gözləri bağlamaq üçün ya birini allatmaq üçün bir para işləri görünür. Hər halda Qur'anın nəzəri budur ki, la yuflihus sahir da. Əhli sehr adam
heç vaxt nəcət tapmayacaqdır və fəlah üzü görməyəcəkdir və Səlah deyir ki, siz bu səmtlərə gedəsiz. خب ساحران موسی از استیزه را برگرفته چون عصای او عصا. بیت 278-ci از استیزه را 2 dənə hərf izafə gəlib də, pəs o pişdə bu. Həm az hərf izafədir, həm ra hərf izafədir ki, bizim qədimi mutunda bu işlənir və işgalı yoxdur. Yəni از برای پیکار، از برای ستیزه، از برای جنگ. پس ساحران موسی از استیزه را برگرفته چون عصای او عصا. Musanın qabağında dayanan sahirlər bi xatirin ki, onunla qarşıya keçsinlər, onunla müqabilə eləsinlər, onlar da çəlik götdülər, əsa götdülər. Zin əsa ta an əsa fərqist jərf, zin əməl ta an əməl rahi şegərf. Xub, vazihdir da məna. Bu əsa ilə o əsanın arasında çoxlu fərqlər var. Bu işlə o işin arasında çoxlu yollar vardır. Lənətullah in əməl ra در قفا، rəhmətullah an əməl ra در vəfa. خب o işi ki, Musanın sahirləri gördülər, lənətullah gətirirdi bunun dalısıca. O işi ki, Musa görürdü çəli ilə, rəhmətullah gətirirdi. Zahir əməl birdir. Tamamı söhbət budur, bax, görürsünüz də. Mevlana istir desin ki, heç vaxt siz zahirdən gərək qəzavət eləməyəsiniz. Zahiri birdir, ikisi də çəliyi götürüb, ikisi də sehrə mütəvəssil olub. Bəli, bunlar bir-birləri ilə fərqləri vardır. Əldə tutmaqla əsa olsunçular, zənn edirlər özlərin Musadılar. Bu əsa ilə onun bax fərqinə, cəhrəni tay sanma gərdun çərxinə. Cəhrə nədir? Bəli. Yunu nəxəyə təbdil eləyən. Afərin. Bu əsa ilə onun bax fərqinə, cəhrəni tay sanma gərdun çərxinə. Daldasında bu işin var lənəti, o işin vardır sonunda rəhməti. Bu işlərin bir-biri ilə fərqi vardır da ki, burada Ustad Heydər Əbbasi buyurur beytinən ki, cəhrəni gərdunun çərxi ilə bir eləməclə, yadınızda olsa, bunun əksini biz harada işlədirik? O qoca xanımdan soruşurlar ki, sən o cəhrəni dolandırırdı, deyir ki, sən Allaha nə cür tanıysan, əlini çəkir ondan. Görür ki, işləmədi. Deyir, görürsən, mən əlimi çəkdim, bu cəhrə işləmədi. Pəs bu aləmi bir fırradan var, bir dolandıran var da. Elə tohidim, cihanbinim elə bu həddədir ki, mən bu cür iman gətirmişəm. Pəs خود گرفتی این عصا در دست راست، دست را دستان موسی از کجاست؟ مثنوی ناری yerində. Bəli, sən çəliyi tutubsan əlində. Amma ta zamanı ki, sənin əlin Musa əli olmasa, bu çəlik sənin əlində əməl eləməyəcəkdir. خب کافران اندر مری بوزین تب، آفتی آمد درون سینه تب. هرچه مردم می کند بوزینه هم، آن کند که از مرد بیند دم به دم. او گمان برده که من کردم چو او، فرق را کی داند آن استیزه رو. این کند از امر او بهر ستیز، بر سر استیزه رویان خاک ریز. کافران که خب معنیsi burada müşəxxəsdir da ki, kofr kəlməsindən tutulur. Kofr bir mənayı bir şey örtməkdir. Hətta ziraət, zər, zarə, o əkinəcəkçiyə, əkin işində olana
zare o kafir deyilir çün o dənəni yerdə gizlədir. Bu yol meri də mera kələməsindəndir. Be mənayı cədəl, etiraz. Kafiran əndər meri. Kafirlər deyir ki, cədəl eləyəndə, etiraz eləyəndə buzinə təb. Buzinə yəni meymun. Bunların təbiətləri, bunların seriştiləri eyni meymun kimi. Afəti aməd dərun sinə təb. Təb yəni bunların serişti, təbiətləri. O ki, Quranda gəlir, nətbəu ələ qulubihim fəhum la yəsməun. Biz bunların ürəklərinə bir möhrü vurmuşuq ki, bunlar heç vaxt eşitməyəcəklər. Bu zinə təb, yəni mürəttəb bunlar əhli təqliddirlər. Bunlar mümkündürlər bir para əmal ibadını əncam versinlər, meymun kimin əncam versinlər. Cədəldə də eyni meymun kimi mücadilə eləsinlər deyir. Vəli xub bunlara sən dəyər verməməlisən. Hər ki mərdum mikənd buzinə həm bu adamlar, mərdumdan mənzur kafirlər. Deyir bunlar ki hər nə eləyirlər, buzinə həm an kənd kəz mərd binəd dəm bedəm. Bunlar da elə adamla nə görürlər, hər ləhsə o əməli əncam verirlər. O gəman burda ki mən kərdəm ki o fikr eləyib bəlkəsə eyni onun tayı əməl eləyibdir. Fərq ra key danədan istizru. O ki ləcbazlı bu işdə ləcacət eləyib, bu fərqi hardan biləcəkdir? Xob, bir dənə ərəb şairin bir şeiri vardı. Deyir ki, ləytəhum kanu qurudən fəhəkəv. Deyir, kaş onlar meymun kimin olardılar? Meymunların rəftarlarında təqlid eləyərdilər. Şiyəmən naz kəma təhkil qurud. Kaş meymun kimi yaxçı rəftarlar gələrdilər, təqlid eləyərdilər. İşgal yoxdur, təqlid eləsinlər, amma yaxçı rəftarları təqlid eləsinlər. Biz bunlardan qəbul eləyirik. Bilirsiniz də, bu əbiyyatda Mevlana istir nə desin? Deyə bilərsiniz də, bəli. 3 dənə beytidə nə dedi? Ha? Deyir, zahirdə işləməklə batinlə istəyir müqayisə edir. Xob. Deyirlər ki, buzinə təb insanlar o buzinə kimi zahirdə fəqət əda verirlər və sinələrin içində olan təbiəti fərq edir o zahirdəki işlərinə. Və elə ki, buzinə kimi, buzinə hər hərəkət çıxartıraq, elə ki, onlardan təqliddir, o işdən təqlid edir. Fəqət zahirdə əncam verir, batində ürəklər alır. Bunu buzinə niyə təşbih eləyir? Bu təşbihi buna görə gətiribdir ki, müsəlmanzadə bədtər az odur ki, ya belə də deyə bilər, bədtər az odur ki, kafəri, aidindən idi, gəlir müsəlman olur. O behtər az budur. Deyənmək ki, bədtər az odur. O behtər az bu müsəlmanzadə. Çünki Allahın elində bir təfəkkür edibdir, fikr edibdir. Ürəkdən iman gətiribdir, la ilahə illallah deyibdir. Bəli, bizlər ki, müsəlmanzadəyik, nə gətirmişik, təhqiq eləmişik, nə bir yerdən soğuşmuşuq, nə istidlal eləmişik, nə bir şey elə görmüşük, nə bizə namaz qılır, biz də başlamışıq, namazımızı qılmışıq. Niyə buziniyə işarə edib də? Çünki meymun bir növ heyvandır ki, yanında ədaət-var əncam versən və biləsində bir iş yanında bir iş görsən, qeydədir, həmən işi eynən biləvət işə eləyəcəkdir. Bir növ heyvandır ki, ona görə məsələn, çoxlar təqlidi meymuna nisbət verərlər. Məsələn, bir nəfərin yanında əllərin qalxızlarında tez əllərin qalxızlar filan deyilməm. Mevləvi ilə çox gözəl gətirib bir də istifadə edildir ki, kafiran əndər meri buzinə təb, afəti amətlər bu nesinə təb. Hər ki mərdum milkunət buzinə həm an kunət kəzmər, binət dəm bedəm. Eynən onu görə əncam verər ki, o pisilərdən görə. Eynən bizlər ki, görmüşük nələrimiz namaz qılınırlar, əfrad, xanıvadə namaz qılınırlar. Deyən müsəlman xanıvadədə olunmuşuq. Bəli. Ona görə gətirmişik. Xob, çox aləm. Mevləvinin
nəzəri həmişə batın cərat, məsələn, həmişə istəyib bətnində olan zatları çəksin, işə və olaya nəzər biləsin. Məsələn, həmişə ab deyib, canı can deyib, məni deyib. Və həmişə o məsnəvi oxuyanları və onlar ki, istəyirlər Muğləvi yolu geçsinlər, bundan həzərə saxlayır ki, məbada ki, siz surətdə qərq olasınız və məniyə sarı getməyəsiniz. O və məni buş, surət pərəs, sanki məni bərqoq surət pərəs. Bunların ikisinin müqayisəsində deyir ki, elə bir dənə heybətli pərəndədən sən bir dənə pər qopardısan onun kulli vücudundan. Məniyə, ya məsələn, həmişə dastanın özün və ondan bir dənə peymanə bilir, bərabər qısı üçün peymanə است danışəndə bir lisanı dan است. Dani məna begirət mərdə əl. Deyir ki, həmişə o bətn tərəfinə gedin. Ya o zaman ki, deyir ki, Allah'ı ibadət edin, əsamiyəllahı sayndi, ezxandi, rom müsəmmi radır, məhvə baladır, nəndər abicu. Həmişə dəvət edibdir bətnə sarı, həmişə dəvət edibdir və məsnəvini də mənəvi bilməyə sarı. خب burada bu beyt kafiran əndər meri buzine təb. Xop kafirlər niyə gərək ləcacət eləyərlər? Nədə ləcacət eləyərlər? Ləcacətin bu təqlidinə gətiribdir ki, təqlid eləyirlər beduni muhtəva, təqlidi beduni muhtəva dənmişə. Nədə təqlid eləyirlər? Kafirlər. Xop kafirlər ləcacət eləyirlər ki, mömin olmayalar da. Kafir qalalar. Ləcbazlıq ellər burada. Çünki dəqiq qorxanları yoxdur. Əhsən. Xoş. Mevlana bunların o lecacətini və imanı qəbul eləməməkliklərini təşbih eləyir nə məniyə? Meymunun rəftarını. Kafiran əndər meri, kafiran, yəni lecacət eşməkdə, lecacət eləməkdə, ləcbazlıqda bu zinətəb. Bunların içəridə təbiətləri, seriştiləri nədir? Meymun sifətdir. Fikr üzünəndə, tədəbbürləndə, təəmmülləndə təqlid eləyirlər burada. Afəti aməd dərun sinə təb. Xub bunların üçün təbiətləri büzürdü, bunlara afət gətirir. İndi vəsfi meymundur. Meymun nəşir, o işləri ki adamlar görür. Bəd fikr eləyib bəlkə ki, indi bunun bu rəftarı da düzdür. او گمان برده که من کردم چه او فرق را کی داندان استیزرو یعنی همان منافق o ki ləcbazdır. Yəni imanı qəbul eləmir. Hələ imana girmir. Hozə imana girməyibdir. Mevlana istəyir bir dənə nisbəti qərar verir. O da budur ki, istəyir yavaş-yavaş nifaqı fikridən uzaqlaşdırsın. İstəyir damən fikri münezzeh eləsin. Hozə fikri mütəal eləsin. İstəyir desin ki, nifaqın içərisində fikri yoxdur. Nifaq hər nədir? Halət adəti و təqlidi و təkrarı bir şeydir. Meymun kimi bir şeydir. Nifaqa məktəb gözündən baxma. İdeoloji gözü ilə baxma. Bunlar əhli təqliddirlər. Bunlarda fikri yox. Əgər fikri olsaydı, bunlar imana sarı gələrlər. Mütəvəccüh olursunuz da, əbiyyatın tövzihi nəcr olur da. Pəs, qaşqalıqda həqdanan buzinədir. Qaşqalıq nə mənədir? Kafirlikdə demək olar. Qaşqalıqda həqdanan buzinədir. Qaşqalıq afət deyir, söylə nədir? Sınasa insan nəyi əntər sınar. Əntər meymun. Sınasa insan nəyi əntər sınar. İnsan etsə hər nə əntər yansılar. Eylədim mən də onun tək zənn edir. Bilməyir ayrıntısı əmma nədir? Var bunun baş əyməsində bəndəlik. Lik onun başı əyməsi şərməndəlik. Pəs yavaş-yavaş gəlirik. Burada Ustad Abbasi tez girir də o beytlərin içinə. O da budur ki, ikisi də baş əyir.
Mömin də baş əyir, münafiq də baş əyir. Yəni gəlirlər bir para ibadə işlərə, ikisi də girirlər. Var bunun baş əyməsində bəndəlik, müminin baş əyməsində bəndəlik var. Lik onun baş əyməsi şərməndəlik. Hər nədə onun içindən şərməndəlik çıxacaqdır. Oldu? Xoş, əgər sual var, əgər burada nəqdi var, deyin ha. آن منافق با موافق در نماز خب آن منافق با موافق در نماز از پی استیزه آید نی نیاز در نماز و روزه و حج و زکات با منافق مؤمنان در برد و مات مؤمنان را برد باشد عاقبت بر منافق مات اندر آخرت. خب منافق burada muvafıq ilə, muvafıq yəni mümin. Munafiq və mümin ikisi bahəm olar ki, namazlı olalar. Az pey istizə ayəd, ni niyaz. Xub, o münafiq namaza, niyaza görə gəlməyibdir. Qərəzlə gəlibdir. Afərin. در نماز و روزه و حج و زکات با منافق مؤمنان در برد و مات. Münafiqlə mümin burada bir müsabiqədədirlər. Namazda, ruzədə, həccdə, zəkatda. Müminən ra burd başad aqibət. Bər münafiq mat əndər axirət. Bu da ki, Mevlana'nın karnamə sadir eləməqidir da ki, nəhayətdə o uğur, o muvaffəqiyyət demək müminlərləndir. Münafiq orada bərəndə olmayacaqdır. Səcdəyə baş qoydular xeyr ilə şər. Şər əyildi xeyrə ta çatsın xətər. İki üzlü uduzar, mümin udar. Buna rəhmətdir. Ona odlu məzar. Dibdə mümin mat edər. Nə mənə? Dibdə mümin mat edər. Oynar tükü, iki üzlü daşıyar həsrət yükü. Misra əvvəli deyincə nə oldu ayı Musafur? Bəli, dibdə mümin mat edər. Oynar tükü. Oynar tükü nədir? Oynar tükü mənzur fərq eləyir. Kef elər də, kef elər. 200 oynar tükü. Hə. Sən pulun onda kef eləyir, belə eləyir. Hə. O da belə eləyir. Afərin. İki üzlü daşıyar həsrət yükü. Münafiq də burada demək olar bir şey yaparmayacaqdır. Gerçi hər do bər sər یک بازیند هر دو با هم مروزی و razıyend. Bəli, burada ikisi də oyun oynayırlar. Amma bundan fərqi var da. Biri eyni mərvəzidir, əhli mərvidir. Biri də razidir, əhli reydir. Bunlar iki şəhər olublar ki, birbirlərindən həmişə davada olublar. Razilər, yəni reylər şiəlikdə çox təəssüblü olublar. Mərvilər də ki, təsənnunda, əhli sünnətdə bunlar eyniflər, çox mütəəssib olublar. Deyirlər, qədimdən bunlar birbirləri ilə həmişə cəngidədirlər. Münafiqlə mümin də eyni bücürdür. Bir oyundur. Lik yollar ayrılır. Birisi mərvi, birisi razıdır. Bunların birbirləri ilə fərqi var. Hər yeki suy مقام خود رود هر یکی بر وفق نام خود رود. Hərəsi bir yerə gedəcəkdir. Hərəsi bir caygaha, bir mərtəbəyə getməlidir. Hər biri qızğın qurur öz yöndəmin, adına uyğun tutur, daim kəmin. Hərəsi bir səmtə burada getməlidir. Quran nə işlədir təbiri münafiqlərin barəsində? Deyir ki, Nisa surəsində deyir, İnnəl münafiqin
fəddərəkəl əsfəl minənnar. O şəxslər ki, bu caygaha yetişirlərsə, nifaqla yaşayırlar, ikiyüzlülüklə yaşayırlar, bunları od həmişə bürüyəcəkdir. Vəli onlar ki, mömindirlər. Mömindirlər ki, Həzrətin elə bu kitabda da gətirib gördük, deyir ki, iman odur ki, sən eləyə biləsən, haqqı deyəsən, hər şeyin ki, sənin ziyanı ola. Təşxis verəsən ki, bu haqqı da. Deyəsən, haqqıdan dif eləyəsən, sən iman dərəcəsinə yetişibsən. Quranın da təbiri budur ki, əgər bir şəxsi o dərəcəyə yetirə bilər, fəulaikə ləhumud dərəcətul ula. Bu yüzden alitərin dərəcədir ki, şəxs ona yetişir. Müminəş xanənd, bir kişbəytdə oxuyaq qutaraq da. Müminəş xanənd, canəş xoş şəvəd. Vər münafiq quyi, por atəş şəvəd. Mömin səsləyəndə bu şin ki möminəşdir, bu şin münafiqə gəlir. Mevlana istəyir burada bu beytidə desin ki, görürsünüz iman nə gözəldir. Hətta münafiqə mömin deyəndə də xoşuna gəlir. Müminəş xanənd, canəş xoş şəvəd. Bir münafiqə mömin deyəndə xoşuna gəlir. Deyir ki, bəli. Olur ha birdən məsələn görsən ki, bir alverçidir, özün bilirsən ki, yalancıdır. Gəlsən buna deyirsən ki, baba mən səndən düz adam tanımıram. Görsən xoşuna gəlir. Yəni düzlüyü bu neynir? Qəbul edir. Hətta ki, düzlük gəlir. Vəli istəyir Mevlana bu əlfazla desin ki, bəli baba, bəzi şeylər vardır ki, siz heç lazım da onlara dəlil gətirəsiniz. Haqqıdır, ədlidir, düzlükdür, imandır. Bunlar elə özləri hər kimin üstünə qoyulan kimin o xoşuna gəlir. Deyir şey, mənə də söz deyərlər bunlar. Müminəş xanənd, canəş xoş şəvəd. Vər münafiq, burada mənim nüsxəmdə budur gəlir. Vər münafiq tiz و پر آتش شود. نیکلسون o birisi nüsxələrini. Vər münafiq quyi por atəş şəvəd. Münafiqə münafiq deyəndə deyir odlanır. Desələr mümin ürəkdən xoşlanar. Odlanar əksin deyəndə daşlanar. Bu adam cızıqdan çıxar, daşlanar. نام او محبوب از ذات وی است. نام این مبغوض از آفات وی است. میم و واو و میم و نون تشریف نیست. لفظ مؤمن جز پی تعریف نیست. گر منافق خوانیش این نام دون، همچو کژدم میخلد در اندرون. گر نه این نام اشتقاق دوزخ است، پس چرا در وی مذاق دوزخ است. زشتی این نام بد از حرف نیست. تلخی آن آب بحر از ظرف نیست. حرف ظرف آمد در او معنی چو آب. بحر معنی عنده الکتاب. خب نام او او چی مبرده گیدر؟ مؤمنه ده. نام مؤمن، müminin adı məhbub az zat vey است. Yəni elə zatından bu istəməlidir. Zat kələməsi də ki, bilirsiniz də, həman zudur. Zu bi mənayı sahib ki, ərəbidir. Onun müənnəsi olur zat. Xob, müzəkkəri də ki, həman zudur. Zatul mal, yəni o ki, malı darayisi varıdır. Pəs نام او محبوب از ذات وی است. نام این چیم؟ این منافق da. مبغوض از آفات وی است. Bu əməllər işi görübdür, bir par afətlər işi gətiribdir. Bu neyniyibdir? Mورد boğz و kinə و həsəd vaqi olubdur. Mim و vav و mim و nun təşrif نیست. Müminin o dörd kələməsi, dörd hərfini ki burada gətirir. Deyir ki, bu به خاطر təşrif də, bir dənə təşrifatı bir şey də siz fikr eləyəsiniz. Halva deməklə ağız nə olar? Şirin olmaz. Siz mümin deməklə ləfzidə biri mümin olmaz. Ləfz mümin cüz pey tərif نیست. Mümin kələməsini gətirəndə, yəni özü ilə bir bar mənası gətirir. Burada bir tərif vardır, yəni tanımaq. Tanımaq üçün. Ger munafiq xaniş in nam dun,
همچو کژدم میخلد در اندرون. کژدم یعنی عقرب میخلد، بله وارد میشود، بله جمار مثلا عقرب این سوزر جمار کرده بارشالله. خب bu şin خانش چی جدی orada؟ گر منافق خانیش این نامدون. بله منافقه. Bu منافق oxuyanda eyni ləbi bir dənə əqrəb kimindi insanın içərisində. Əsər qoyur da. Ger münafık xaniyəş. Bu ra əgər münafık xani kimi biz münafık ra münafık xani əgər kimi deyir o tərəfə əgər bu adı qoydun ona, eyni bir də əxrəb salıbsan bunun canını elə bir. Eyni bir əxrəbi saldın bunun canını. Gərnə innam iştiqaq duzəx است. Axı deyib bu ad odunla bərabərdir. Xob. Pəs çərə در وی مذاق دوزخ است. Ona görə bu narahat olur da. Bu üçün odunla elə birlikdədir bu ad, elə bunun canına bir od salıbsan. زشتی این نام بد از حرف نیست. منافق deyəndə به خاطر bu واژələr deyil, həmçinin ki mömin deydin. Bu hərflər buna iman gətirmirdi. Təlxiye an ab bəhr az zarf نیست. Dəryanın suyunun acılığı به خاطر bu deyil ki sən bir qab götürüb oradan içirsən. Qaba xatir deyil. Bəli, o elə zatı o cürdür ki acıdır. Görürsünüz də burada nə təşbihlər dalbadal işlədir. Hərf zərf amad. İndi bu vacələr, bu hərfləri ki biz işlədirik, bunlar eyni bir dənə qab kimindir. Zərf amad. Dəru məni ki ab. Məni eyni bir su kimindir, tökülür onun içinə. Bəhr məni indəhu ummul kitab. Vəli sən məninin dəryasını axtarasan, gərək edəsən ummul kitaba. Ummul kitab nə mənədir? Qur'andır. Orada sən məninin dəryasının dənizini tapmalısan. Xob, qurtaraq da icazə buyursaz sizdən. Yəni söz bu mimu vavu mimunun təşrihiniz var. Ustad fasında mənə. Oxuyum da sizdən. Söylüyür bu ad əgər zatındadır. Onda ki bitlikdə afatındadır. Mim vavu mimunun verməz viqar. Şəxsiyyət gətirməz. Şəxsiyyət gətirməz. Söylə addan başqa bu sözdə nə var? Addan get. İsmidən get. Gör ayrı bu addan əlavə başqa nə var? Onu gətirməkdən. Bəli. Daha? Təşrifimiz, yəni şərəf bəxşimiz o mimununu hamısı bir yerdə olanda mümin ləfzi şərafət gətirmir. Şərafət gətirmir. Zamandır ki biz deyir şərəf o məkanı vermək ki. Afərin. Ya məsələn bir də nəsin o birisi səfədə oxuduz bir də dedi ki əsa Musanın əlində əsadır və mümin də ləfz-i mümin o zaman şərəf tapır ki bir dənə mümin insan etlaq tapır. Hafızın bir beyti var. Gərən boşda Süleymani nə başə ki xasiyyətlər nəqş-i negini. O iki nəqş-i negini, negini esmi əzəm o Süleymanın barmağıdır. Bəli. Və ayrıca da deyir ki mənəm negini Süleyman və heç nəstanım ki qah-qah bər o dəst-i əhli mən başə. Həman negin əgər ənquşləri olsa şeytanın əhli mənin əlində işte ərziş yoxdur. Onu mən hüsad ilə də gənə mühafizə eləmək, müftüyə almaz. Afərin. Yəni, burada bu danışmağında Moğləvi münafiqə mümin demək və müminə münafiq demək heç biri eləyə bilməz ki, bunların şərəflərin artırsın. Ya məsələn bir dənə o iki həllacın vəsfində dedilər də, əgər mərdud بود به رد مردم نبود و اگر مقبول بود
به گفته مردم مقبول نشود. Elə bunun məqbulluğu və mərdud olması geri özünün zatına. Ləfz ilə deyil. Biz de özür dedik daha. Dedik ki mümin ki 4 harfdən təşkil tapıb mim, vav, mim, nun bu şərafət gətirmir. Bu ləqəb deyil, təşrifatı bir şey deyil ki sənə ləqəb gətirsin, sən bundan özünə dəyər verəsən. Bu deyil. Sənə dəyər vermir. Bəli, bu dəyər verməyəcək. Xoş, bəli. Tamam. Tozihiniz var ki bu moriddə eşidə. Tozih yoktur, şerizden şerreriz. Benyam Rusel şerifi de oxudu. Benyam Rusel şerifi. Sab naqis qalıb, mən inşallah təkmil edəcəm. Elə çox təzyiqbənd halətində yazmışam. Həm oddan çəkirik, həm sudan ay Allah. Həm oddan çəkirik, həm sudan ay Allah. Bu torpaq çoxdandır, yaradan dolubdur. İndi də sellərin, suların içində qırmızı gülləri boğulub, solubdur. Bu gecə nəfəslər dayanıb sinədə Təbrizin göyünü buludlar alıbdır. Bu yazı nə üçün belənçi yazılıb? Nədir genə ölüm kölgəs, nədir genə ölüm kölgəsin salıbdır. Bu səfda yoddəgir, su töküb sündürək, bu seri su özü ağzını açıbdır. Görünür, sürünüb, palçığın içində nazlı bir gülbala çalışıb qaçıbdır. Sağ ol. Sağ ol. Sağ ol. Sen de Ustad, mənim öz şiirim yoxdur, icazə yoxsa Fuzulidən bir dənə. Fuzulidən? Bəli, 4-dür yox. Çox ağır. Xoş olmaz, bilməz mən aldım. Güzel işləyirəm, nə istəyirsən? Fuzuliyə bir cələsələr qoyulur. Seçənbələr saat 5-də. Şeylisiniz onlara. Kilas namət deyilən adamın əl qurulmalıdır. Hardadır? Yerəm, adresim deyirəm. Bu Leyli o Məcnun məsnəvisindən dörtlük qalbində. Qeyr ilə hərdəm nədir seyri gülüstan etdiyin? Bəzm edib xəlvət qılıb yüz lütfü ihsan etdiyin? Əhd bünyadın mürüvvətdir müviran etdiyin? Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Ləhzə müddəilər pəndini quş eylədin. Qanə qeyr camış şoqini nuş eylədin. Varə əhd peymanı fəramuş eylədin. Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Qeyrə saldın mehrini, bizdən soğuttun aqibət. Tərki mehr etdin, təriqi zülm tuttun aqibət. Əhdlər, peymanlar etmişdik, unuttun aqibət. Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Zülmümüz nə oldu ki bizdən eylədin bizarlik? Biz qəmin çəkdik, sən etdin özgüyə qəmxarlik. Sizdə adət bu müdür, beylə olurmu yarilik? Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Çərx tək bədmehrilik rəsmini bünyad eylədin. Yaxşı adın var ikən döndən yaman ad eylədin. Dönə bizi qəmnal közgəni şad eylədin. Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Könlümüz minbəd zülfün üçün pərişan olmasın. Bağrımız lə'lin həvası ilə daxı qan olmasın. Bivəfa olsan, çəşmimiz yadınla giryan olmasın. Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Və'də-i vəsl ilə aldın səbrimiz, aramimiz. Olmadı bir gün müyəssər, olmadı bir gün misalində müyəssər kavmimiz. Keçdi hicri ilə Fuzulidən bətər əyyamimiz. Haniye-i zalim bizimlə əhd peyman etdiyin? Sağ ol. Çox ağır. Oxuyun da ayrı. Adı ki, mən bir qəzəl hafizdən oxuyacam, bir qəzəl özüm yazmışım olacaq.
غزلin adı Qəmperəstdir, Hafiz'inki. در وفای عشق تو مشهور خوبانم چو شمع، شب نشین کوی سربازان و رندانم چو شمع. روز و شب خوابم نمی آید به چشم غم پرست، بس که در بیماری هجر تو گریانم چو شمع. رشته صبرم به مقراض غمت ببریده شد، همچنان در آتش مهر تو سوزانم چو شمع. گر کمیت اشک گلگونم نبودی گرم رو، کی شدی روشن بگیتی راز پنهانم چو شمع. در میان آب و آتش همچنان سرگرم توست، این دل زار نزار اشک بارانم چو شمع. در شب هجران مرا پروانه وصلی فرست، ورنه از دردت جهانی را بسوزانم چو شمع. بی جمال عالم آرای تو روزم چون شب است، با کمال عشق تو در عین نقصانم چو شمع. کوه صبرم نرم شد چون موم در دست غمت، کوه صبرم نرم شد چون موم در دست غمت. تا در آب و آتش عشقت گدازانم چو شمع. همچو صبح هم یک نفس باقی است با دیدار تو، همچو صبح هم یک نفس باقی است بی دیدار تو. چهره بنما دلبرا تا جان برافشانم چو شمع. سرفرازم کن شبی از وصل خود ای نازنین، تا منور گردد از دیدارت ایوانم چو شمع. آتش مهر تو را حافظ عجب در سر گرفت، آتش مهر تو را حافظ عجب در سر گرفت. آتش دل کی به آب دیده بنشانم چو شمع، آتش دل کی به آب دیده بنشانم چو شمع. یا شبی چشم مرا با چشم خود مسرور کن، یا شبی چشم مرا با چشم خود مسرور کن. جان مولا یا نگاهت را ز چشمم دور کن. خود نمی دانی که چشمانت چه غوغا می کند، یا ببند آن چشم را یا چشم ما را کور کن. داغی خورشید در لبهای تو گم گشته است، درد لبهای مرا دارو بده ممهور کن. از لبان بوسه خواهت کاش چینم غنچه ای، تا بچینم چشم مستت را کمی مخمور کن. سینه ای داری که در آن کوه یخ جا کرده است، یا بکش ما را و یا آن سینه را مستور کن. روی لبهایت فقط حس پروانه هاست، شمع سردم را بسوزان ماتمم را سور کن. در میان جنگل مویت پریشان خفته ام، یا وصالی ده مرا یا جسم من در گور کن. Ayrınc var, okumayacaqsan. خب بی صلواتla qutaraqdan.